Bütün BMW pilotlarına yeniden salam. Bugünkü qonağımız isə Y39 523i M52 B25 motorla 1997-ci il və bugün biz ona Euro 0 praşivkası yazarıq. Hal-hazırda praşivka gedir. Motorun beyni MS41'dir. Nə qədər müştəri ilə dirəşdim ki, Euro 2 daha yaxşıdır. Çünki Euro 2 yanacaq sərfiyyatına daha qənaətlidir. Amma müştəri lambda zond, yəni ki, katalizator datçıkları almaq istəmir. Yenə də sözün qısası praşivka yazılıb. İndi isə hal-hazırda praşivkadan sonra bütün adaptasiyaları silərik. İnpa proqramı ilə. Çünki hər bir praşivkadan sonra fərqi yoxdur. Euro 2, Euro 0, Euro 4 adaptasiyalar sıfırlanmalıdır. Mütləq. Ekranda gördüyünüz yazı o deməkdir ki, adaptasiyalar sıfırlanıb. Adaptasiya sıfırlayandan sonra 10 saniyəlik maşını söndürürük. 10 saniyə gözləyəndən sonra avtomobili xodlayırıq. Həm də qeyd edim ki, bu maşına ən axırıncı praşivka yazılıb. Avtomobil 97-ci ilin buraxılışa baxmayaraq axırıncı praşivka 2002-də çıxıb. Bir sözlə bu avtomobil bu praşivkadan sonra daha yaxşı getməlidir. Deməli avtomobili kodladıq. Əgər kodlanıbsa deməli biz hər şey düz eləmişik. İlk öncə silindrlara baxırıq. Silindrlar hamısı normal işləyir. Və indi bir parametrlərə baxıb yoxlayarıq. Hər şey düzgündür, yoxsa yox. Avtomobil təxmini Qalastı xodda 5 dəqiqə işləyib. Heç bir problem aşkar olunmayıb və avtomobili rahat təhvil verə bilərik müştəriyə. İzləmədə qalın, sağ-salamat.